Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül Bəlağə. Şükür o Allaha layiqdir ki, şükrü yaranmışlar arasında yayılıb. Onun qoşunu qalibdir və böyüklüyü üstündür. Ona bir-birinin ardınca olan nemətlərinə və böyük bəxşişlərinə görə şükür edirəm. O Allah ki, çox səbirlidir və bağışlayır. Barəsində qərar çıxardığı şeydə ədalət və insafla davranıb. Baş verənləri və baş vermişləri bilir. Təqlid etmədən və öyrənmədən, hansısa bir uzaq görən sənətkarın nümunəsindən istifadə etmədən, səhv və xəta ilə qarşılaşmadan və bir dəstəni bir yerə toplamadan, özünün elmi ilə yaranmışları vücuda gətirən, əmr və fərmanı ilə onları yaradandır. Və şəhadət verirəm ki, Məhəmməd sallallahu əleyhi və aleyh onun bəndəsi və elçisidir. Onu insanlar çoxlu zəlalət və azğınlıqlar içərisində dolaşdıqları, istirab içərisində batıb çıxdıqları bir zamanda göndərdi. Həlakət və bədbəxtlik cilovları onları sürükləyirdi və qəlblərinə azğınlıq qıfılları vurulmuşdu. Ey Allahın bəndələri! Sizə təqvalı olmağı və Allahdan qorxmağı tövsiyə edirəm. Çünki təqva Allahın sizin boynunuzda olan haqqıdır və O, Allahın sizin haqqınızı verməsini zəruriləşdirərək bərqərar edən amildir. Həmçinin sizə tövsiyə edirəm ki, Allahdan təqvalı olmaq üçün kömək diləyəsiz. Çünki təqva bugün pənah və qalxan, sabah isə cənnət yoludur. Onun yolu aşkar, yolçusu xeyir götürən və əmanət saxlayanı qoruyandır. Təqva həmişə özünü keçmiş insanlara və qalanlara göstərib və göstərməkdədir. Çünki onlar sabah ona möhtacdırlar. O sabah ki, Allah yaratdıqlarını qaytaracaq, verdiklərini alacaq və əta etdiyi barəsində soruşacaq. Təqvanı qəbul edib, onu sədaqətlə öz şüarə edən kəslər nə qədər də azdır. Onlar say baxımından azdılar. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın vəsf və tərifinə layiqdirlər ki, buyurur. Mənim çox şükür edən bəndələrim azdılar. Belə isə, qulaqlarınızla təqvaya tərəf tələsin. Səy və təlaşınızla ona riayət edin və onu keçən hər bir şeyin müqabilində əvəz və canişin, hər bir müxalifin qarşısında müvafiq edin. Təqva vasitəsilə yuxunuzu qaçırdın və gününüzü dünyaya ürək bağlamayın. Onu qəlblərinizin ayrılmaz yoldaşı edin və günahlarınızı onunla yuyun. Xəstəliklərinizi onunla müalicə edin və onunla ölümü qabaqlayın. Təqvanı zay edib əldən çıxarmış kəsdən ibrət götürün. Bilin, təqvanı qoruyun və özünüz də onun vasitəsilə qorunun. Dünyadan uzaq, axirətə aşiq və vurğun olun. Dünyanın qaldırdığı kəsi yüksək məqamlı hesab etməyin. Dünyanın ildırımlı buluduna göz dikməyin. Onun danışanına qulaq asmayın. Çağıranın dəvətini qəbul etməyin. Parıltısında işıqlıq axtarmayın və nəfis mallarına tovlanmayın. Çünki onun ildırımı yağışsız, söhbəti yalan, nəfis malları qarət və oğurluqdur. Bilin, dünya özünü göstərib, özünü döndərən əxlaqsız qadına bənziyir. Həmçinin hərəkət edərkən, dayanıb əmrə tabi olmayan itayətsiz ata bənziyir. O, çox xəyanətkar yalancı, naşükür davakar, sapan cəfakar, çox uzaqlaşan, narahat və qarmaqarışıqdır. Onun adəti keçmək, ayağının altı titrəyən və qeyri-sabit, möhtərəmliyi xarlıq, səy və çalışması, oyun və zarafat, yüksəkliyi, alçaqlıqdır. Dünya, malı quldurluq, soyğunçuluq, qarətçilik, məhv və həlak etmək evidir. Onun əhli ayaq üstədir, qovulurlar, qabaqçılara birləşəcəklər və ayrı qalacaqlar. Onun yolları çaşbaş salan, daldanacaqları acizləşdirən və məqsədləri ümidsizləşdirəndir. Buna görə də sığınacaqlar dünya pərəsləri təslim edib və onları saxlamayıb. Mənzillər onları kənara atıb, zirəklilər onları acizləşdirib və yorub. Buna görə də bəzisi nicat tapıb
amma ayaqları kəsilib və yaralıdır. Bəzisi ayrılmış ət kimi, bəzisi başı kəsilmiş bədən, bəzisi isə tökülmüş qan kimidir. Bəzisi əllərini gəmirər, bəzisi əllərini bir-birinə vurar, bəzisi yanaqlarını dirsəklərinə qoyar, bəzisi öz fikrini məzəmmət edərək səhv sanar, bəzisi öz məqsədindən daşınar. Halbuki, tədbir töküb çarə qılmaq fürsəti əldən çıxıb, gözlənilməz bəla üz tutub və həmin vaxt qaçmaq zamanı deyil. Ölüm gəlib çatdıqdan sonra ondan qaçmaq və ya bir iş görmək həqiqətən çox-çox uzaqdır. Həqiqətən əldən çıxan əldən çıxdı, keçən keçdi və dünya öz ürəyi istəyən kimi keçdi. Beləliklə, göy və yer əhli dünyapərəstlərin həlakına ağlamadı və onlar möhlət verilənlərdən deyildilər.